Niyə sən küçədə bir qıza yaxınlaşa bilmirsən? Öz sevgini etiraf edə bilmirsən? Çünki istəyin azdır. İstəyin niyə azdır? Bunun bir neçə səbəbi var. Birinci səbəb gəlib pornoqrafiya və əlinlə özünü məmnun etmək. Bu ümumiyyətlə bütün istəkləri öldürür və bütün həyat sevgini məhv edir. İkinci səbəb gəlir. Sosialfobiya, yəni insan ancaq evə, işə gedib gəlir, başqa işlə. Belə deyək, və ancaq tanış iş yoldaşları və dostları dairəsi olur. Beləliklə də yeni insanlarla tanış ola bilmirsən. Yəni çəkinirsən yeni insanlarla tanış olmaq və ondan da əlavə ona heç lazımsız bir şey sayırsan. Çünki tanıdıqların, dostların var artıq. Və onun üçün də getdiyin, gəzdiyin yer ev və iş olur. Yəni çıxım gedim bir şəhəri gəzmə eləyim, elə fikir heç ağlından belə keçmir. Və onun üçün də bir gözəl bir qız görəndə və hətta üzdə belə hansısa bir qızla baxışanda pərt qalırsan və bilmirsən necə davam edəsən, necə yaxınlaşıb tanış ola biləsən. Və üçüncü səbəb, bizim bu milli mentalitetimiz. Yəni belə deyək, o kiminsə bacısıdır, o kiminsə nişanlısı ola bilər, o kiminsə bir yoldaşı ola bilər və yaxud və ilaxır. Birincisi belə düşünsən, heç vaxt heç bir qızla tanış ola bilmirsən, heç bir halda. Və bu düşüncəni beynindən silmək üçün ilk əvvəl yaxınlaşmalısan, mədəni surətdə tanış olmağa çalışmalısan. Və bu üç səbəbi hamısını bir yerə toplayıb və bunları həll eləməyin həlli var. Sənə bir qısa misal gətirim. Yəni təsəvvür elə ki, 2 həftə yemək yemirsən. Yəni az qalıb öləsi deyilsən ki, gedəsən hansısa bir qida satılan bir yerə, ya marketə, ya bazara, yəni belə pis çıxmasın, gedib oğruyub bir şey yeyəsən ki, odur ki, qarnın ac qalmasın. Ya da uzaqbaşı kimsə bir xahiş eləyə bilərsən ki, səndən versin yemək üçün. Yəni burada o şey heç bir utancaqlıq, heç bir mənim haqqında pis düşünərlər, fikirlər ağlında belə ola bilməz. Çünki qarnın acdır, mədən tələb edir. Bunu yeməlisən, başqa yolu yoxdur. Və keçək bizim məsələmizə. Sənin istəyin az olduğu üçün sən bugünkü gündə yaxınlaşıb tanış ola bilmirsən. Və nə üçün sənin istəyin azdır? Çünki bu 3 səbəb saydığım səbəb var. Bunları aradan götürsən, sən rahatlıqla istədiyin vaxtı, istədiyin qıza yaxınlaşa bilərsən.